Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bugün bəzi bürclər üçün olduqca maraqlı və uğurlu enerjilər görünür. Xüsusilə maliyyə, sevgi və iş həyatında gözlənilməz dəyişikliklər yaşana bilər. İndi isə gəlin bürclərin qısa amma maraqlı gündəlik yozumlarına birlikdə baxaq. Qoç bürcü üçün bugün enerjili və uğurlu keçir. Yeni planlar qurmaq və yarımçıq qalan işləri tamamlamaq üçün əlverişli gündür. Maddi məsələlərdə diqqətli olmaq tövsiyə olunur. Boğa bürcü üçün sakit və rahat bir gün gözlənilir. Ailə üzvləri ilə xoş vaxt keçirmək və yeni qərarlar almaq üçün münasib zamandır. Sevgi həyatında sevindirici xəbərlər ala bilərsiniz. Əkizlər bürcü üçün maraqlı tanışlıqlar və yeni fürsətlər ön plandadır. İş həyatında gözlənilməz bir təklif ala bilərsiniz. Özünüzə daha çox inanmağın vaxtıdır. Xərçəng bürcü üçün duygusal bir gün ola bilər. Keçmişlə bağlı bəzi düşüncələr sizi narahat etsə də günün sonunda rahatlıq tapacaqsınız. Maddi məsələlərdə şans sizdən yana olacaq. Çir bürcü bugün diqqət mərkəzində olacaq. Ətrafınızdakı insanlar sizin enerjinizə heyran qala bilər. İş və karyera sahəsində uğurlu addımlar atmaq mümkündür. Qız bürcü üçün məhsuldar və uğurlu bir gündür. Uzun müddətdir düşündüyünüz planları həyata keçirmək üçün doğru zamandır. Sağlamlığınıza diqqət ayırmaq faydalı olacaq. Tərəzi bürcü üçün romantik və xoş sürprizlərlə dolu bir gün görünür. Sevdiyiniz insanla münasibətləriniz daha da güclənə bilər. Maliyyə baxımından da müsbət dəyişikliklər mümkündür. Əqrəb bürcü bugün güclü intuisiya ilə seçiləcək. Hissləriniz sizi doğru qərarlara aparacaq. İş həyatında diqqətli davranmaq vacibdir. Oxatan bürcü üçün yeni başlanğıclar günü ola bilər. Səyahət və ya yeni layihələrlə bağlı xəbərlər almağınız mümkündür. Enerjinizi doğru istiqamətdə istifadə edin. Oğlaq bürcü üçün məsuliyyətli və vacib qərarlarla dolu bir gündür. Səbirli olmaq sizə uğur gətirəcək. Maddi baxımdan yeni imkanlar yarana bilər. Bolça bürcü üçün yaradıcı ideyalar ön plana çıxacaq. Sosial həyatda maraqlı hadisələr yaşana bilər. Dostlarla münasibətlər daha da güclənəcək. Balıq bürcü üçün sakit və uğurlu bir gün gözlənilir. Daxili rahatlıq tapmaq və gələcəklə bağlı planlar qurmaq üçün ideal zamandır. Sevgidə gözəl anlar yaşana bilər. Əgər siz də bürcünüzün gündəlik yozumlarını izləmək istəyirsinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hər gün yeni və maraqlı astroloji məlumatlarla yenidən görüşəcəyik.